Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Lənkəran səmasında qeyri-adi hadisə qeydə alınıb. Xəbər verilir ki, Lənkəranda səmada qeyri-adi işıq düzülüşü hər kəsin marağına səbəb olub. İşıqları şəhər ərazisindən daha aydın görmək mümkün olub. Görüntüləri təqdim edirik. Məhəbbət obrazı ilə tanınan aktyor Ramin Hacıyev xüsusi gündə xoş sürprizlə qarşılanıb. Xəbər verilir ki, idmançı və aktyor dostu Şükran Sultanova Raminin doğum günü münasibətilə ona avtomobil hədiyyə edib. Sənətçi hədiyyə olunan avtomobilin görüntüsünü özü sosial şəbəkədə paylaşaraq izləyiciləri ilə bölüşür. Bu jest izləyicilər arasında böyük marağa səbəb olub. Arzusuna çatmış əməkdar mədəniyyət işçisinin sevinç dolu reaksiyası da sosial mediada marağa səbəb olub və izləyicilər tərəfindən müsbət qarşılanıb. Hədiyyə və aktyorun sevinci həm sənət, həm də dostluq münasibətlərinə verilən qiymət kimi izləyicilər tərəfindən təriflənib və müzakirə mövzusuna çevrilib.